Hörmətli izləyicilərim, öncədən qeyd etdiyim kimi kombidə Y6 xəta kodu problemi var idi. Daçkı digəri ilə, yenisi ilə əvəzlədim və məsləhət görüldü ki, kombi yolsun, plaka sensoru yolsun. Hal-hazırda gördüyünüz bu daçkın ərkini yəqin siz görürsünüz. Kamera tam şəkildə sizə göstərə bilir bunu. Ona görə də yenisi ilə əvəzlənəndən sonra həmin o plaka sensoru yumaq qərarına gəldim. Çünki 2 ildən artıqdır ki, kombi işlənir və heç vaxt montaj olunandan sonra yuma prosesi olmuyor. Qeyd edim ki, kombində özüm montaj eləmişəm. Digər videomda Vitahot kimi qeyd eləmişdim, amma unutmuşdum Neohot'dur adı. Amma eyni şeydir. Vitahot, Neohot hamısı eyni marka kombilərdir. Y6 xəta kodu bunlarda NTC daçkı problemidir. Digər Çin kombilərdə isə Y6 xəta kodu əksər hallarda havalandırma ilə bağlı, fan, presastat və ya plata problemi olur. Sizin də kombidə isti su ilə bağlı bir problem varsa, hər hansı bir xəta kodu baş veribsə, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Video faydalı olsa bəyənin, kanala abunə olmağı unutmayın. Diqqətinizə görə sağ olun.